Salam əziz və dəyərli kanal izləyicilərimiz. Bugün biz sizinlə zərf mövzusu haqqında danışacağıq və mövzumuzun izahına keçməmişdən qabaq bildirmək istəyirəm ki, dərslərimizə qoşulmaq üçün 077 325 70 77 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz həm MİQ, həm də abituriyent qrupları üzrədir və fevral ayında açılacaq qruplarda qeydiyyatdan keçməyə tələsin, çünki artıq imtahanlara çox az bir müddət qalıbdır. Əgər siz də MİQ-ə hazırlaşırsınızsa və İmtahanda yüksək nəticə göstərmək istəyirsinizsə, o zaman ən doğru seçim 2-2-dir. Çünki həm Azərbaycan dilindən, həm də riyaziyyatdan hazırlaşaraq ən yüksək nəticələrə çata bilərsiniz. İndi isə keçək zərfin izahına. Bu qədər kifayət edir. Zərf nədir? Zərf hərəkətin tərzini, yerini, zamanını, həmçinin miqdarını bildirə bilər. Və zərf əsas nitq hissələrindən biridir. Necə, nə cür, hansı, nə tərzdə, nə zaman, nə qədər tipli suallardan birinə cavab verə bilər. Digər əsas nitq hissələri kimi quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Və biz dedik ki, əsasən hərəkətlə bağlı olur. Amma mütləq özündən sonra hərəkət anlayışı bildirən sözmü gəlməlidir desək, bu yanlış olar. Çünki məsələn deyirəm ki, indi gecdir. Gördüyünüz kimi özündən sonra nədir? Yəni, hərəkət bildirən söz gəlməyib. Yaxud da deyirəm ki, indi istidir. Görürsünüz, sifət gəlibdir. Yəni, digər nitq hissələri ilə də zərf əlaqədə ola bilər. Sonra, zərflər dedik quruluşda sadə, düzəltmə və mürəkkəb olur. Sadə zərflər bir söz kökündən ibarət olur və yaxud da qrammatik şəkilsindən ibarət ola bilər. Məsələn, sadə zərflərə indi, bildir, inişil, sırağa gün, sonra içəri, aşağı və yaxud da yuxarı, ora, bura. Bunları sadə zərf kimi götürəcək. Xüsusilə də bu içəri sözünə və bu sözlərdə diqqətli olursunuz. Çünki həm testlərdə, həm də imtahanda bizim qarşımıza tez-tez çıxan sözlərdən biridir. Gəldik düzəltmə zərflərə. Düzəltmə zərflər hansı şəkilçilər vasitəsilə düzəlir? Məsələn, deyirəm ki, düzəltmə zərflər düzələ bilər lalə şəkilçisi vasitəsilə. Məsələn, deyirəm ki, cəsarətlə. Sonra məsələn, deyirəm ki, igidliklə deyə bilərsən. Və yadınızda qalsın ki, bu lalə şəkilçisi vurğu qəbul etmir, özündən əvvələ atır. İkincisi cacə şəkilçisidir. Bu adətən dil məzmunu bildirən sözlərdə özünü göstərir. Məsələn, deyirəm ki, türkcə, almanca. Həmçinin bu cacə şəkilçisi vurğunu qəbul etmir, özündən əvvəlki hecanın üzərinə atmış olur. Sonra məsələn, deyirəm casına şəkilçisi. Məsələn, deyirəm igidcəsinə. Həmçinin burada casına da vurğunu qəbul etmir, özündən əvvələ atmış olur. Sonra məsələn deyə bilərəm açı şəkilçisi. Məsələn, yanaçı formada deyə bilərsiniz. Sonra məsələn deyə bilərəm dadə və dandan şəkilçisi. Dandan və dadə şəkilçisi. Məsələn deyirəm qəfildən. Məsələn deyirəm yayda. Yadınızda qalsın. Dandan şəkilçisi qoşulmuş söz əgər necə, nə cür, nə tərzdə sualına cavab verəcəksə, bu zaman zərf düzəldən leksik şəkilçisi olacaq. Yox, kimdən, nədən, haradan sualına cavab verəcəksə, bu zaman ismin çıxışlı halının şəkilçisi olacaq. Məsələn, burada qəfildən tutaq ki, danışdı desəm, məsələn, buraya yazıram danışdı. Bu zaman nə tərzdə danışdı, necə danışdı deyəcək, bu zaman təbii ki, zərf düzəldən şəkilçisi olacaq. Yox, məsələn, deyirəm, Bakıdan gəlir. Gəlir. Haradan gəlir? Haradan sualına cavab versə, artıq bu çıxışlı halın şəkilçisi olmuş olacaq. Yayda sözü nə zaman sualına cavab versə, bu zaman olacaq leksik şəkilçisi zərf düzəldən. Məsələn, deyək ki, yayda gələrsən. Nə zaman? Belə deyirəm ki, ildə 365 gün var. Nədə deyirəm, görürsünüz, nədə deyəndə artıq bu olacaq yerlik halının şəkilçisi. Bu qaydaya xüsusilə diqqət yetirmiş olun ki, dandənlə dadəni bir-birindən ayıra biləsiniz. Sonra açı şəkilçisi var.
Məsəl üçün deyə bilərəm yanaşı. Sonra anə, ənə və yaxud da yanə, yənə. Məsələn deyirəm sabiranə. Bu anə şəkilsi siz sifətdə də görə bilərsiniz. Əgər özündən sonra feil gəlsə, məsələn deyirəm sabiranə yazır. Bu zaman olacaq zərf. Belə deyirəm ki, sabiranə şeirlər. Bu zaman olacaq sifət. Özündən sonra gələn məqama xüsusilə diqqət yetirin, çünki qatışdıra bilərsiniz. Sonra məsələn ıncı şəkilsi var. Bax deyirəm layiqincə. Və bunu da çalışın ki, feili bağlama ilə qatmayasınız. Məsələn, tutaq ki, uşaqlar daha çox doyunca sözünü qatır. Yadınızda qalsın ki, bu feili bağlamadır və bu da testdə çox düşən sözlərdən biridir. Bunu diqqətlə yazmaqda olun mütləq. Sonra gəl şəkilsi var. Məsələn, deyirəm birgə. Və s. Bu formada da biz zərfləri görmüş ola bilərik. Gəldik mürəkkəb zərflərə. Mürəkkəb zərflər bir sıra formada yazıla bilər. Bitişik yazıla bilərlər, ayrı yazıla bilərlər, defislə yazıla bilərlər. Burada bitişik yazılanlarda babə biçdiricisi var ki, buna xüsusilə diqqət yetirin. Rəngbərəng, növbənöv və cürbəcür sözləri istisna sözlərdir ki, bunlar sifətdir. Qalan hallarda babə əsasən mürəkkəb zərf düzəltmiş olur. Məsələn, deyirəm ki, tayba, tay. Gördüyünüz kimi burada yanbayan deyə bilir ki, gördüyünüz kimi burada da görə bilərik. Və yaxud da məsələn, ayrı yazılanlara deyə bilərik ki, bir dəfə, ilk dəfə və sair formada, yəni bir dəfə, iki dəfə, sonra misal üçün deyə bilərik hər gün, misal üçün deyə bilərik hər an. Bunlar ayrı yazılan mürəkkəb zərflərə nümunə ola bilər. Defislə yazılan mürəkkəb zərflərdə, məsələn deyə bilərəm ora bura, bura, aşağı yuxarı, irəli geri və sair formada qarşımıza çıxa bilər. Gəldik zərfin mənaca növlərinə. Zərfin mənaca növlərindən danışarkən deyirik ki, zərfin birinci məna növü olacaq tərzi hərəkət zərfi. Tərzi hərəkət zərfi, daha doğrusu zərfliyi nə idi? Zərfi. Tərzi hərəkət zərfi uşaqlar hərəkətin tərzini bildirir və həm quruluşca sadə ola bilər, həm düzəltmə ola bilər, həm də mürəkkəb ola bilər. Məsələn, sadə kimi ola bilər, deyə bilərik, dürüst. Misal üçün, və yaxud da düzəltmə kimi deyə bilərik, iqidcəsinə və yaxud da türkcə. Mürəkkəb kimi, məsələn, deyə bilərik bir-bir. Bu sizi çaşdırmasın, yenə eyni sayın təkrarı ilə yaranan mürəkkəb sözlər hesab edilir tərzi hərəkət zərfləri. Yəni, bunlar isim hesab edilə bilməz. Həmçində tutaq ki, birdən birə sözü var ki, bu da ona aiddir. Bunlara xüsusilə diqqət yetirmiş olursunuz. Və tərzi hərəkət zərfləri həmçinin yəni əlamətə də aid ola bilər, sifətə də aid ola bilər. Məsələn, deyirəm ki, o yaman qoçaqdır. Gördüyünüz kimi burada əlamətə də aid olmuş olur. Buna da xüsusi diqqət yetirilmiş olur. Tərzi hərəkət zərfləri bəzən tərz məzmunu ilə yanaşı, bəzən zaman məzmununda ifadə edə bilər. Buna da xüsusi diqqət yetirə bilərik və bunu biz çalışırıq ki, feili bağlama ilə qatışdırmayaq bir-birinə. Yaxşımı? Sonra zaman zərflərinə gəldikdə isə zaman zərfləri quruluşca yenə sadə, düzəltmə və mürəkkəb ola bilər. Sadələri bayaq mən sadə zərflərdə demişdim ki, bunu xüsusilə yadınızda saxlayın ki, məsələn, sırağa gündür, inişildir, bildirdi, bayaqdır, qabaqdır, sonradır. Baxın, sonra, qabaq, bayaq, inişil,
bildir, sırağa gün və sairə yaza bilərsiniz ki, bunlar sadə zaman zərflərinə misal ola bilər. Mürəkkəb düzəltmələrə məsələn deyə bilərsən gündə, ayda, nə bilim ildə və s. Mürəkkəb zaman zərflərinə də məsələn biz buna nümunə kimi götürə bilərik. Günbəgün, yaxud da məsələn deyə bilərəm axşam tərəfi deyək daha doğrusu. Axşam tərəfi, səhər üzü. Günbəgünü yox, bura misal götürə bilmərik. Bunları da mürəkkəb zaman zərflərinə götürmək olar. Mürəkkəb zaman zərflərində bəzən yəni ismə aid çəkilici qəbul edə bilər, amma bu o demək deyil ki, o ismin xüsusiyyətlərini daşıyır və yaxud da isimləşir. Yəni bunu qatmayın. Məsələn, tutaq ki, deyirəm ki, səhərlər hava isti olur, tutaq ki. Burada görürsünüz cəm şəkilçisinin ismə aid olan şəkilçisini qəbul edib, amma bu o demək deyil ki, bu burada isimləşibdir və yaxud da ismin yerində işlənibdir. Bunu mütləq diqqət yetirin, çünki axşamdır, səhərdir bu tipli sözləri adətən testdə işləyəndə çaşdırırlar. Sonra gəlirik nəyə? Gəlirik bəzi sözlərimiz var ki, tutaq ki, tezdir, tez-tezdir. Bunlar bəzən sizi çaşdıra bilər ki, bu həm zaman zərfi mövqeyində iştirak edə bilər, həm də ki, tərzi hərəkət mövqeyində iştirak edə bilər. Əgər sürətlə mənasını ifadə edərsə, bu zaman tərzi hərəkət olacaq. Məsələn, deyirəm ki, tez danışır. Tez-tez danışır. Məsələn, bu zaman tərzi hərəkət olacaq. Yox, əgər davamlı mənasını ifadə edərsə, bu zaman olacaq. Məsələn, deyirəm ki, tez-tez gələrdi. Yəni, bizə tutaq ki, tez-tez gələrdi. Nə zaman gələrdi? Yəni, davamlı şəkildə gələrdi deyə bilirik. Və bu zamanda nə olmuş olacaq? Zaman zərfi olmuş olacaq. Buna da xüsusi diqqət yetirmək lazımdır. Gəldik yer zərflərinə. Yer zərfləri quruluşca yenə sadə, düzəltmə və mürəkkəb ola bilər. Və yer zərfləri təbii ki, hadisənin, hərəkətin yerini bildirmiş olur. Hara, harada, haradan suallarından birinə cavab vermiş olur. Məsələn, tutaq ki, deyirəm, içəri, irəli, geri, ora, bura. Bunlar hesab olunur sadə yer zərfləri. Düzəltməyə isə məsələn, tutaq ki, lıq plus da olan forması daha çox buna uyğun gəlmiş olur. Bax, məsələn, tutaq ki, deyirəm, yaxınlıqda, aralıqda. Bu da düzəltmə yer zərflərinə misal ola biləcək. Sonra, yer zərflərinin mürəkkəb formasını, məsələn, bu adətən həm defisdə yazıla bilər, həm də birləşik formada yazıla bilər. Məsələn, tutaq ki, deyirəm ki, üz yuxarı, sonra ora bura, sonra irəli geri və s. formasında özünü göstərmiş olacaq. Buna da xüsusi diqqət yetirirsiniz və yer zərfləri ümumiyyətcə, yer zərflərindən çalışın ki, isimləri bir-birinə qatmayasınız. Çünki yer zərfləri adətən deməli, ümumi bir anlayış bildirir. İsimlər isə daha çox konkretlik bildirir. Məsələn, 2 dənə cümlə yazıram. Tutaq ki, deyirəm, kəndə gedirəm. Bir də deyirəm ki, irəli gedirəm. Baxın, kəndə gedirəm deyəndə daha konkret bir yer bildirir də, düzdürmü? Daha konkret yer bildirdiyi üçün bu olacaq isim. Amma irəli gedirəm deyəndə bizə daha konkret bir yer bildirmir. Mən otağın içində mi irəli gedirəm, yolda mı irəli gedirəm, dağda mı irəli çıxıram. Bu zaman isə nə olacaq? Zərf olacaq. Buna da xüsusi diqqət yetirin, çünki bu da testlərdə sizin qarşınıza çıxa biləcək bir hissədir. Sonra gəldik miqdar zərflərinə. Miqdar zərfləri adətən hərəkətin miqdarını bildirir, kəmiyyətini bildirir, neçə, nə qədər, sonra nə dərəcədə suallarının birinə cavab verir. Məsələn, sadələrdən başlayaq. Sadələr məsələn xeyli, az, çox sözlərdir ki, buna xüsusi diqqət yetirin. Əgər bunlardan sonra isim gəlirsə, bunlar olacaq say, yox, hərəkət gəlirsə, bu zaman olacaq zərf.
Yəni buna xüsusilə diqqət yetirin, çünki say və zərfi qatmamağın ən rahat yolu budur. Sonra düzəltmələrə baxaq. Məsələn, deyirəm dəfələrlə, tamamilə, bütünlüklə, və s. Bunlar da düzəltmələrə misal ola bilər. Həmçinin, məsələn, bura lazımıncanı götürə bilərsən, azacığı götürə bilərsən, bir qədər mürəkkəb olur, azacığı götürə bilərsən. Sonra mürəkkəbə denir bir qədərin özü. Bir qədərdən sonra yenə, əgər isim gələcəksə, bu zaman bir qədər olacaqsa, yox, feil gələcəksə, bu zaman olacaq zərf. Sonra, məsələn, deyə bilərəm az-az, az-çox və s. Buna misal ola bilər. Həmçinin də burada qat-qat sözü var ki, yadınızda saxlayın ki, qat-qat sözü adətən həm tərzi hərəkət bildirir, həm də miqdar bildirir. Məsələn, tutaq ki, deyirəm ki, paltarlar qat-qat yığılmışdı. Necə yığılmışdı? Bu tərzdə hərəkətdir. Bir də deyirəm ki, o səndən qat-qat yaxşıdır. Yəni, dəfələrlə mənasını ifadə edəndə də burada miqdar zərfi mövqeyində çıxış etmiş olacaq. Buna da xüsusilə diqqət yetirmiş oluruq. Ümid edirəm, zərflə bağlı bəzi məqamlar sizin diqqətinizə çatdı. Əgər dərsimizi bəyəndinizsə, aşağıda bəyənmə tuşuna basmağı və kanalımıza abunə olmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.